Burada iki səbəb var. Əgər həqiqətən də əzilmədən sonra, hər hansı bir aldığı travmadan sonra yaranan ağrı varsa, bu bir mənalı sümük üstünün və ya ki, yumşaq toxumaların əzilməsinə bağlı yaranan ağrıdır. Bu ağrı davamlı şəkildə varsa və xəstələr çox şikayət edir ki, doktor, səhər yuxudan qalxdım, ayağımı yerə bastığımda axsıyıram, ağrı var, sanki orada nəsə batır dabanımın altına, amma 15-20 dəqiqə, yarım saat gəzdirəm, biraz yüngülləşir, çox ayaq su qalır, yenə də artır. Bəli, bu varsa artıq bizi nə düşündürür ki, daban tikanı deyirlər, daban sümüyün altında plantar faseit, yəni plantar bağın daban sümüyü bitişmə yerində yaranan iltihabi bir ağrı, hansı ki, uzun müddət davam etdikdə orada kalsium cüzləri yığışır və rengində bir tikan kimi, ayağı altına paralel formada bir tikan görükür. Bununla müalicəsi çox asandır. Bizim ağrı mərkəzimizdə xüsusi üsullarla bu ağrılardan tam azad olma şansınız var. Bunu da dərd etməyin. Yaxın bir həftədir, 10 gündür, hansı izləyicimizin verdiyi sual kimi dabanda əzilmişəm, travmadan sonra ağrılar var. Burada mütləq şəkildə birinci rengin müayinəsi olmalıdır. Sümükdə hər hansı bir çat və ya qırılma yoxdursa, belə durumlar buz, yəni gün ərzində 3-4 dəfə buz qoyulması həmin nahiyyə istirahət və ağrıkəsici preparatlardan istifadə etməklə bu ağrıdan qısa zamanda azad olma şansımız daha çoxdur. Nəinki hər hansı bir blokada üsulu.